Bugün biz sizinlə ədədi və həndəsi silsilənin ilk n həddinin cəm düsturunun isbatına baxacaq. Əvvəlcə həndəsi silsilənin ilk n həddinin cəm düsturunun isbatına baxaq. Sn bərabərdir B1 üstəgəl B2 üstəgəl B3 üstəgəl Bn çıx 1 üstəgəl Bn. Hər tərəfi Q-yə, yəni silsilə vurğuna vursam, alaram Q. Sn bərabərdir B1 Q üstəgəl B2 Q üstəgəl B3 Q üstəgəl nöqtələr üstəgəl Bn çıx 1 Q üstəgəl Bn vurulsun Q. İki bərabərliyin hər iki tərəfini tərəfə çıxsam alınır. Sn-i ortaq vuruq kimi çıxarsam Sn bərabərdir. Görün nə baş verir? Bizdə B1Q elə B2-dir. B2Q elə B3-dür. Bu formada gedəndə Bn çıx 1Q də elə Bn olacaq. Onda alınır B1, hamısı islah olunur. B1 çıxılsın, Bn vurulsun Q. Onda 1 minus Q vurulsun Sn bərabərdir. B1 çıxılsın. B'ni yerinə yazıram. B1 vur Q üstündə N çıx 1 vurulsun Q. Diqqətlə baxsaq görərik ki, əsaslar eyni olduğundan üstlər toplanır. Burada sadəcə Qn alınır. Onda alınır belə bir ifadə. 1 minus Q vurulsun. Sn bərabərdir. B1 çıxılsın. B1 Q üstündə N. Buradan B1'i ortaq çıxardıb, hər tərəfi 1 minus Q'ya bölsəm, alınır belə. Sn bərabərdir. B1 ortaq çıxdı. 1 minus Q üstündə N bölünsün 1 minus Q. Yuxarıda verdiyimiz Sn bərabərdir. B1 1 minus Q üstündə N bölünsün 1 minus Q. Həndəsi silsilənin ilk n həddinin cəm düsturunun isbatı. İndi isə keçək ədədi silsilənin ilk n həddinin cəm düsturunun isbatına. Yazıram. Sn bərabərdir. A1 üstəgəl, A2 üstəgəl, A3 üstəgəl və nəhayət An çıx 1 üstəgəl An. Bu yazdığımız cəmi indi sondan əvvələ yazaq. Sn bərabərdir. An üstəgəl An çıx 1 üstəgəl An çıx 2 üstəgəl nöqtələr A2 üstəgəl A1. Verilən bu iki cəmi, iki bərabərliyi tərəf-tərəfə toplasaq, görün nə alınır? 2 Sn. Mən bunları belə toplayacağım. Uyğun olaraq toplayacağım. Bu formada. A1 üstəgəl An bərabərdir. A1 üstəgəl An üstəgəl. Burada nə alınır? A2 üstəgəl An çıx 1 üstəgəl. Bir də sona gəlirəm. Nöqtələr alınır. An çıx 1 üstəgəl A2 plus An üstəgəl A1. Biz bilirik ki, ədədi silsilənin indekslərinə bağlı xassəsinə əsasən indekslərinin cəmi eyni olan hədlərin cəmi bir-birinə bərabərdir. Yəni 1 üstəgəl n 2 üstəgəl n çıx 1 verir n üstəgəl 1, n çıx 1 üstəgəl 2 verir n üstəgəl 1, n üstəgəl 1. Onda belə çıxır ki, bu cəmlər hər biri bir-birinə bərabərdir. Onu da yazırıq. 2 Sn bərabərdir. A1 üstəgəl An. Bu cəmdən bizdə neçə dənədir? 1, 2, 3 və nəhayət n dənə. Vurulsun n-ə. Onda Sn bərabərdir. A1 üstəgəl An vurulsun n bölünsün 2. Bu da bizdə olur ədədi silsilənin ilk n həddinin cəm düsturu. Ədədi və həndəsi silsilənin ilk n həddinin cəm düsturlarının isbatı burada.